ES Türk Soru Bankasından qeyri-elastik toqquşmaya aid belə bir sual nümunəsinə baxacağıq. Digər izahlar üçün kanala kilid edib baxa bilərsiniz. Baxaq, yatay və sürtünməsiz düzləmdə, yəni üfüqi və sürtünməsiz bir mühitdə, səthdə deyək, 2M kütləli cismə M kütləli cisim 3V sürəti ilə mərkəzi olaraq çarpıb yapışır, yəni qeyri-elastik toqquşur. Buna görə cisimlərin ortaq hızının böyüklüyü nə qədərdir? Qeyri-elastik toqquşma üçün hərəkət tənəyimizi yazırıq. M1V1 üstəgələk M2V2 M1 plus M2 V iştirik. Aha, yazdıq. Baxaq, birinci cismin kütləsi M, sürəti 3V. Üstəgələk ikinci cismin kütləsi 2M, sürəti yoxdur, görürsünüz, 0 dayanıb. Çarpışandan sonra sürət M üstəgələk 2M V iştirik. Baxaq, olacaq 3MV, bu olacaq 0, bərabərdir. M üstəgələk 2M olacaq 3MV iştirik. 3M'lər hər iki tərəfdən gedir, V iştirik elə V-yə bərabər olur, yəni 1V-yə. Deməli, ortaq hızlarının böyüklüyü 1 metr bölü saniyə olacaq.